Mən Mehdi Rəhimov 1967-ci ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşam. Xasa məktəbində və Zərdab Texniki Peşə məktəbində təhsil aldım. 2 il Sovet ordusunda xidmət etdim. Hərbi xidməti başa vurduqdan sonra kəndə qayıtdım. Bir müddət sonra işləmək üçün Rusiyaya, Saratov şəhərinə yollandım. Valideynlərimə maddi yardım etdim, sevdiyim qızla nişanlandım. Müharibə başlayanda Qarabağla bağlı hər gün eşitdiyim acı xəbərlərə etinasız qala bilmirdim. Saratovda yaşayan ermənilər Qarabağda işğal xəbərlərinə sevinirdilər. Bu xəbərlər mənə vicdan əzabı verirdi. 93-cü ildə vətənə döndüm, milli orduya yazıldım və Qarabağa yollandım. 181 sayılı hərbi hissənin tərkibində Qubadlı, Beyləqan, Füzuli rayonlarında torpaqlarımızın azadlığı uğrunda döyüşdüm. 94-cü ildə ordumuzun Füzuli rayonunun bir neçə kəndini işğaldan azad etməsində iştirak etdim. Mart ayında Veysəlli kəndi istiqamətində gedən döyüşdə yaralandım. Döyüşçü yoldaşlarımdan biri mənə "nişanlı adamsan, dedik axı sənə, özünü qoruyasan" sözlərinə gülümsədim və "sən özünü qoru, mən özümü qoruyum, bəs vətəni kim qorusun" söylədim. Ayın 3-də vətən yolunda şəhidlik zirvəsinə yüksəldim.